hər zaman bunu deyirəm, yorulmadan da deyəcəm. Bizdə uzun müddət davam etdi. 8 komandalı Bakı çempionatı oldu. İndi yaxşı da, indi var da rayon komandası. İndi gəlir də. İndi də gəlib ki, baxaq. İmişli oynamır doğma rayonda. Yəni gəl nəzərə alaq ki, İmişlinin oyunlarına azarkeşlər gəldi. Ötən birinci liqada elə səhv etmirəmsə Qaradağlı Ekbatan oyuna 7000-8000 azarkeş gəlmişdi. İmişli fırlanır bizim o dəyərli sənətkarımız İlkin Xəyalovun sözü olmasın. Bir qitədən başqa qitəyə gedib oyun keçirdir. Gedib Qubada ev oyununu keçirir. Turan Tovuzdur, Bakıdadır. Kəpəzdir, Yevlaxda oynayır. Gəl bu günləri düşünək də, Kəpəz Gəncədə oynasa, Turan Tovuzda oynasa, İmişlidə oynasa, canlanma olacaq yoxsa yox? Əlbəttə. Mütləq olacaq. Yəni bu kimi problemlər də var. Yəni biz azarkeşlərin də müəyyən qədər zəif tərəfləri var, aktivlik göstərmirlər, amma klublarımızın da məncə peşəkar olmayan qərarları burada rol oynayır. Federasiyanın zamanında verdikləri qərarlar burada rol oynayır. Və Araz Naxçıvan. Gəl düşünək ki, bu gün klublar hər həftə deyəndə ki, bir həftədən bir də yəni Naxçıvana gedir. Yəni Naxçıvanda mən birinci liqa oyunlarında gördüm, tribunada kifayət qədər azarkeş olurdu. Yox, Naxçıvanda düzdür, azarkeş həqiqətən də. Yəni bu rol oynayır da, biz bu gün nə deyirik, bölgələrə yaymışıq, amma reallıqda o deyil, klubların yarısı Bakıdadır yenə.